20 may Beynəlxalq İnsan Resursları Günü münasibətilə Bakıda beynəlxalq əhəmiyyətli tədbir International HR Summit 2025 keçirilib. Yeni Çağaz xəbər verir ki, Azərbaycan HR İnstitutunun təşkilatçılığı və Meditopia şirkətinin baş sponsorluğu ilə baş tutan sammitdə Avropa İnsan Resursları Assosiasiyası, Maldiv, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan HR assosiasiyalarının rəhbərləri və nümayəndələri, həmçinin yerli və xarici HR peşəkarları iştirak ediblər. Tədbirin açılışında çıxış edən Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru Emil Hüseynov bildirib ki, sammitin əsas məqsədi ölkəmizdə insan kapitalının inkişafı, HR sahəsində beynəlxalq təcrübə mübadiləsi və innovativ yanaşmaların təşviq olunmasıdır. O qeyd edib ki, bu tədbir Prezident İlham Əliyevin imzaladığı Azərbaycan 2030 sosial-iqtisadi inkişaf üzrə milli prioritetlər strategiyasının rəqabətli insan kapitalı və müasir innovasiyalar bəndinə uyğun olaraq həyata keçirilir. Sammit çərçivəsində rəqəmsal insan resursları, süni intellektin HR sahəsində tətbiqi, liderlik bacarıqları, öyrənmə və inkişaf trendləri kimi mövzularda panel müzakirələri aparılıb, təcrübə mübadiləsi həyata keçirilib. Tədbirin ən diqqət çəkən hadisələrindən biri isə Türk dilli dövlətlərin HR ittifaqının ilk dəfə olaraq Bakıda təsis edilməsi olub. Bu addım Türk dilli ölkələr arasında insan resursları sahəsində əməkdaşlığın yeni mərhələyə keçdiyinin göstəricisidir. Qeyd edək ki, Azərbaycan HR İnstitutu bundan əvvəl də Baku International CEO Summit 2022, Global HR Summit 2023, World HR Summit 2024 və COP29 Human Capital Forum kimi mühüm tədbirlərə ev sahibliyi edib. Bugün 20 may Beynəlxalq HR günüdür. Bunun münasibətlə Azərbaycan HR İnstitutunun təşkilatçılığı ilə Beynəlxalq İnsan Resursları Sammiti Bakıda həyata keçirilir. Sammitə Mərkəzi Asiya ölkələri, Dubay, Maldiv, Avropa daxil bir çox ölkələrin HR assosiasiyalarının rəhbərləri iştirak edirlər. Məqsəd insan resursları funksiyasına verilən dəyəri daha da qabarıq nümayiş etdirmək, bu sahədə olan yenilikləri, innovasiyanı ölkəmizə gətirməkdir. Sammitin əsas prioriteti Cənab Prezidentin 2021-2 fevral tarixli sərəncamı ilə imzalanmış sosial-iqtisadi inkişafa dair milli prioritetlərin üçüncüsünə əsaslanır. İnsan kapitalının inkişafı və müasir innovasiyalar. Bu tədbirdə bir çox yeniliklər biz etmişik və düşünürük ki, Azərbaycan adını dünya HR tarixinə qızıl hərflərlə yaza bilərik. Bizə dəstək olan bütün tərəfdaşlara, media orqanlarına, HR həmkarlarımıza təşəkkür edirik və bu tədbirimizdə 50 ölkədən 500-dən çox iştirak var. 3 paneli əhatə edir tədbir. Tədbirdə HR mükafatlandırma mərasimi də keçiriləcək və ayrıca HR-lar üçün xüsusi bu il keçirdiyimiz Maldivə səyahət hədiyyəsi də olacaq. İnanıram ki, möhtəşəm sürprizlərlə bu tədbirimiz yadda qalacaq. Həmçinin dünyada ilk HR maskotu da bu tədbirdə biz təqdim edirik. HR Hero adlanır. Bütün həmkarlarımı öz işinin qəhrəmanları, əzmkarları adlandırıram. İnanıram ki, Azərbaycan HR-ları dünyada hər zaman öz sözünü deyəcəklər. Sağ olun.